Hörmətli izləyicilərimiz, yəqin ki, ev axtarırsınız. Bugünkü gün TikTokda, YouTube'da, Instagram'da, bütün sosial şəbəkələrdə yəqin ki, maklerlərin paylaşdığı evlərə baxırsınız. Bu boyda həyətyanı sahəsi olan, evin də torpağın da kupçası olan 3 otaqlı ev tapmaq olur indi. Çətin məsələ, dəyərli izləyicilər. Masazır qəsəbəsində 6 nömrəli məktəbdən aşağıda 569 nömrəli marşrutdan 150 metr məsafədə. Baxın, geniş həyətyan sahəsi olan və bu pəncərəyə görə bu hasarı qaldırmaq olar. O qonşu da heç nə deyə bilməz. Arada 3 metrdən çox məsafə var. Bunu qaldırmaq olar, o problem deyil. Və bundan əlavə də evlərimiz var. Orada da ev var ki, məsəl üçün həyətinə pəncərə düşmür. Evin də torpağında kupçası var. Dövlət ipotekasına yararlıdır. İstipolun kollektoru, kombi xəttləri, qazı su işığı hamısı qaydasında kürsülü evdir. Deməli, evin də torpağında kupçası var. İpotekaya yararlıdır. İpoteka daxili kredit deyil. Yəni bunu indi ipotekası aktiv olanlar bilir. Mətbəxi qəşəng genişdir. Masazırdadır. Qiyməti 63.000 manatdır. Baxın, bu boyda həyətyanı sahə ilə 63.000 manata ev olmur. Kondisionerin xəttinə qədər, kombi xəttləri, hamısı qaydasında. Pəncərələr şəbəkə pəncərələrdir. Hamamsalın üzəri çox qəşəkdir, genişdir, kafeli metlağı vurulub. Aksesuarlarla bağlı da indi danışarıq, endirim də eləmək mümkündür. Burada da belə bir yer var. 63.000 manat, 3 otaq, hörmətli izləyicilər. Evin də torpağında kupçası var. Kanalizasiya, bəli. Kanalizasiya mərkəzləşdirilmiş kanalizasiya sistemidir. Bu məhəllədə indiyə qədər nə bilim kanalizasiya dolsun, daşsın, elə bir problem olmayıb. Hörmətli izləyicilər, 63.000 manatdır, masazırdadır, 3 otaqdır. Zəng eləyin, qəşəng evdir, məsləhətli evdir. Sağ olun.